Salam Əmlakçı kanalının izləyiciləri, bugün baş verən hadisə bu növbədən kənar videonun çəkilməsinə səbəb oldu. Ekskavatorla vətəndaşın əmlakını dağıdırlar, vətəndaş həmin evin içərisində olarlar. Ümumiyyətlə, Tikinti Məcəlləsinin 17-ci fəsili bütövlükdə tikintiyə nəzarətə həsr olunub. Tikintiyə dövlət nəzarəti, tikintiyə texniki nəzarət, tikintiyə müəllif nəzarəti, tikintiyə daxili əməliyyat nəzarəti. Qeyd edeyim ki, məndə olan məlumatlara görə tikinti şirkətinin əməkdaşlarını tutublar. Amma sual olunur ki, tikintiyə dövlət nəzarətini həyata keçirmək olan Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu, tikintiyə texniki nəzarəti həyata keçirməli olan sifarişçi və tikintiyə müəllif nəzarətini həyata keçirməli olan müəllif, onlar da bu prosesdə cavabdehdirlər, yaxalarını kənara çəkməməlidirlər, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Özgə vaxtı adi bir vətəndaş daşı daş üstünə qoyanda ora axışan müxtəlif qurumlar var. Həmin qurumlar da bu məsələyə cavabdehdirlər ki, niyə vətəndaşın həyatı təhlükə altında qalmalıdır? Digər bir məsələ, Tikinti Məcəlləsinin 85-ci maddəsi bütövlükdə tikinti meydançası adlanır və bu meydançada qeyd olunubdur. Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədi ilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalıdır. Əgər bu qanuna uyğun hərəkət ediblərsə, niyə tikinti meydançasında bu tikili olmalıdır? Yox, qanuna uyğun hərəkət etməyiblərsə, sual yaranır. Tikinti meydançasından ümumiyyətlə niyə kənara çıxarılmalıdır? Bu özü qanunsuzluqdur, vətəndaşın həyatı təhlükə altına qalıbdır və buna görə də müvafiq qurumlar məsuliyyət daşımalıdırlar. Bu qısa videoda sizə tikintiyə nəzarəti kimlər həyata keçirməlidirlər və tikinti meydançası anlayışı nədir ki, bu barədə sizə qısa məlumat verdim ki, siz də məlumatlı olasınız. Sabah sizin də qapınızı belə insanlar, belə qurumlar döyəndə onların cavabını verə biləsiniz.